Bu arada ölkədə pensiya sistemi ilə bağlı yeni qanun layihəsi hazırlanır. Sənəd ölkədə özəl pensiya fondlarının yaradılmasını nəzərdə tutur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, hazırda layihə aidiyyatı dövlət orqanları ilə razılaşdırılma mərhələsindədir. Fonda könüllü qoşulan vətəndaşlar pensiya yaşına çatmazdan əvvəl də vəsaitləri əldə edə biləcəklər. Özəl fonda könüllü qoşulan vətəndaşlar pensiya yaşına çatmazdan əvvəl də vəsaitləri əldə edə biləcəklər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Sığorta və Pensiya Siyasəti Şöbəsi Müdür Müavini Emil Əliyev bildirib ki, pensiya təminatı sisteminin gələcək dövrlər üçün maliyyə dayanıqlığının təmin edilməsi və eyni zamanda vətəndaşlara dövlət təminatının əhatəliliyinin genişləndirilməsi istiqamətində atılan mühüm addımlardan da biri də özəl pensiya fondlarının yaradılmasıdır. Bununla bağlı qanun layihəsi də hazırlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iştirakı ilə Avropa İttifaqının maliyyələşdirdiyi çərçivə saziş layihəsi çərçivəsində qeyri-dövlət pensiya fondları haqqında qanun layihəsi və digər əlaqəli sənədlər hazırlanmışdır. Bu prosesə beynəlxalq ekspertlər də dəvət olunmuşdur və mütərəqqi beynəlxalq təcrübə də nəzərə alınmışdır. Emil Əliyev qeyd edib ki, hazırda layihə aidiyyatı dövlət orqanları ilə razılaşdırılma mərhələsindədir. Vətəndaşlar bu fonda könüllü şəkildə qoşularaq gəlirlərindən vəsait ayırırlar. Pensiya yaşına çatdıqda isə dövlət tərəfindən verilən özəl pensiya cəmlənir ki, bu da məbləğin artması ilə nəticələnir. Dünya təcrübəsində müxtəlif modellər üzərində həyata keçirilir. Burada vətəndaşların toplanan vəsaitləri onlara pensiya yaşına çatmaqdan tezdə verilməsi nəzərdə tutulur və yaxud da ki, onların pensiya yaşından sonra da verilməsi nəzərdə tutulur ki, burada dediyim kimi tez aldıqda orada bildiyiniz kimi müxtəlif investisiya fəaliyyətləri var, orada gəlir məsələləri var. O da bildirildi ki, dünya təcrübəsində mövcud olan özəl pensiya modelində dünyasını dəyişən şəxsin yığılan özəl pensiyası vərəsələri arasında bölünür. Sözü gedən modellərin Azərbaycanda da tətbiqi mümkündür. Kənan Qafar, Cəfər Qasımov, Ayaz Süleyman Soy, Xəzər xəbər.